Yenə də mən Azərbaycanın bir nömrəli inkubator ustası Adil Usta. Salamlayıram bütün inkubator həvəskarlarını, bütün təsərrüfat sahiblərini. Gördüyünüz kimi yenə də inkubatorumuzu yığmışıq. İnkubatorumuz 180 yumurtalıq inkubatordur. Yəni 180 tutumlu inkubatordur. 180 toyuq, 180 ördək və müəyyən sayda qaz və hinduşka yumurtası gedir. Bez problem. İnkubator universala yığılıbdır. İnşallah inkubator Bakı şəhərinə gedir. 2 gün ərzində yığılıbdır inkubator. Srok lazım olduğu üçün 2 gün ərzində yığılıbdır. Dünən bugün yekunlaşdırmışıq. Gördüyünüz kimi inkubatorumuzun bu hədiyyələridir. Cücələrin su qablarıdır 2 ədəd. Deməli şilangıdır, krantıdır, salnikləridir. Cücə üçün yem qabıdır 1 ədəd. Demək 2 ədəd qaz və hinduşka latoqudu hədiyyə vermişik. İnkubatorun su kanistridir. Demək gördüyünüz kimi universal inkubatordur. Bu universal sözünü deyəndə universal bir dəfə bilin. Azərbaycanda universal inkubatoru ilk olaraq Azərbaycanda Adil Usta yığıbdır. Yığmaqda da davam edirik. Heç kim bilmir heç universal nədir, necə olan şeydir, necə yığılır, hansı sistemdə yığılır, nətər yığılır. Elə hamı qoyur ora inkubator universal. Falan şey biri Həsən dedi, Həsən deyəcəklər, Qılman dedi, Qılman deyəcəklər, Hüseyn dedi, Hüseyn deyəcəklər. Bilmirlər Həsən kimdir, Qılman kimdir, Hüseyn kimdir qardaş. Qış. Gedin o tərəfdə oynayın. Gedin işinizlə məşğul olun, siz ara, mən ara, inkubatorlara, siz ara. Universal sözünü deyirəm. Bax, müştərilərimin hamısını izah edirəm. Universal o deməkdir ki, onu ilk olaraq Azərbaycanda, ümumiyyətlə onu mən icad eləmişəm, onu mən yığmışam. Yəni, inkubatorda istədiyin yumurtanı, istədiyin vaxt, qarışıq, etapla, sonra qarışıq o deməkdir ki, yəni bütün yumurtalardan, qarışıq da vura bilərsən, etapla da vura bilərsən, az yəni vura bilərsən, polnusda da doldura bilərsən, fərq eləmir. Yəni, bugün toyuq vur, sabah ördək vur. Birisi gün qaz vur, o birisi gün nə bilim, gətir hinduşka vur. Bez problem. Bütün hər bir şeyi mən başa salıram, bez problem işlədirsən. Orada da kimsə çıxıb desə ki, bax, bir kəlmə deyəcəm, bir kəlmə deyəcəm, bu sistemdə məndən heç kim spor edə bilmir. Mümkün deyir də, yəni o adamı bu sistemdə yəni sındıraram. Mümkün deyir ki, məndən spor eləsin. Məsələ burasındadır ki, dünən sual verdilər. Qazın, belə deyək, temperaturu ilə hinduşkanın temperaturu fərqlidir. Necə olur? Bir kəlmə deyirəm, artıq danışmayın. Dədə babadan hinduşkanın altına qaz yumurtasını qoyub çıxartmışıq. Bu 100%. Bunu hamı eləyib, içmən qarışıq, mənim babam qarışıq, nənəm qarışıq, hamı. İndi bax, hinduşka ilə qazın temperaturu fərqlidir, axı bu nətər çıxıb? Hinduşka olub qaz, cücələri çıxardandan sonra dönüb o təzdən hinduşka. Qardaş, umluyun, danışmayın, cəmaatı səhv yönəltməyin. Qardaş, əlaqə saxlayın mənlə. Bu sistemin anası da mənəm, dədəsi də mənəm. Bax, bu Azərbaycandır. Əlaqə saxlayın, sizə hər şeyi izahlı, rahat, gözəl, başa salım. Gedin rahat işinizi görün də. İnkubatorun qapısını aç, havalandır. Sual verirsən, niyə? Qardaş, bunu niyə açım, havalandırım? Bax, bunu açdım. 3 gündən sonra aç, yarım saat havalandırıb. Nə biləm, dərəcəni sal 20-yə, bir də bağlab, belə elə. Niyə? Səbəb nədir? Onu bilsə niyə eləyirlər, qardaş? Sadəcə sizi aldadırlar. Yəni ki, mən belə bilirəm, sən heç nə bilmirsən. Sən sıfırsan. O niyə açıb örtməlisən? Sual verirsən, deyir, cücə də, toyuq durur, gəzir də. Toyuğun, sən toyuqla söhbət edirsən. Toyuğun dilin bilən oğlan inkubator ustası olmaz. Onlar, bilsən nə, qardaş, dünyada tanınmış bir Guinness rekorlarına düşər. Toyuğla söhbət edən adam. Neynir? Gedir, milyardlarla pul qazanır da Guinness rekorlarına düşər. Toyuqla söhbət edir də, toyuq nə istəyir? Hə, toyuq nə istəyirsən? Buğda istəyir. Qardaş, boş-boş söhbətlər eləməyin. Toyuq durur, gedir, qardaş, yeməyən yeyir, gəlir oturur da. Bir toyuqdan soruşan yoxdur, nə bilirsən o niyə durdu, nəyə görə durdu? Havalandırmaq üçün durdu, yoxsa elə belə durdu. Və yaxud durur. Nə vaxt durur, neçə dəqiqə durur, neçə saniyə durur. Oturub 21 gün kim hində toyuqla bərabər oturub, baxıb ki, bu toyuq niyə durur, nə vaxt durur, saat neçədə durur, nə üçün durur, neçə dəqiqə durur, nəyə görə durur. Qardaş, belə şeylərə inanmayın, bez problem. Gəlin bizim yanımıza, qardaş. Yüzək qoşaq gedin, rahat işimizi görün. Bax, 180 yumurtalıq inkubator universaldır. Hələ bura baxın bir dənə, 5000'lik var burada bir dənə, qoşa seksiya görürsünüz. Sistem. Sistem deyəndə, həmin beyinlər orijinal.
Həmin 180-lığa da qoyuram. Əlavə inkubatorlarımız çoxdur. Yəni bunun çəkilişini eləyəcəm, baxarsınız. Görün usta necə olur. Bax bu qızıl əllər var ha, Azərbaycanda bir dənədir. Bax bu sistemi, bax bu qızıl əllər yığır. Bax belə vəziyyət. Hədiyyələrimizdə yenə bax göstərirəm. Üstündədir. Hal-hazırda latokların yığım eləyirik. 5000-lik inşallah onun çəkilişini eləyəcəm Allahın köməkliyi ilə. Sabahları Masallıya gedəcək birisi gün, bu Bakıya gedir, 2 günə yığılıb, öz dostum üçün yığılıbdır. Əlavə bu inkubatordan bax deyirəm, tarixə baxın. Bundan sonra 2 ədəd də varımızdır. 2 ədəd də 180 yumurtalıq var. Biri Hacı Qabula gedəcək, biri Şəmkirə gedəcək. Akstafiya var malımız 1500'lük, sonra çıxış aparatı var Akstafiya, inşallah onu yola salacağıq Allahın köməkliyi ilə. Masallıya 5000'lik gedəcək. Demək 324'lük var Bakıya, 1044'lük var Naxçıvana. Yığılır, şükür Allaha. Ruzu yetirən Allahdır. Bir düz xəttin üstündə düz getmək lazımdır. Kişi kimi. Kişinin sözünü oğurlayıb danışmaz, deməz, yazmaz, pozmaz. Bax kişi sözü ağır söhbətdə, yəni onu qazanmaq lazımdır. O kişi sözünü qazanmaq lazımdır və onu daşımaq lazımdır və kişi kimi halal qazanıb gedib ailəyə uşağa halal yedirtmək lazımdır. Kimə inkubator lazım olsa əlaqə saxlasın. Əlaqə saxlayın. Sizin üçün də bax belə gözəl inkubatorlar düzəldək verək qədər. Gedin rahat işinizi görün də. Günün 24 saatı telefonum aktivdir. Bax əlaqə nömrələrimizi göstərirəm. Bu da bizim əlaqə nömrələrimiz. Azərbaycanın 1 nömrəli inkubator ustası Adil Usta'nın inkubatorları. Kimin arzusundadır, niyyətindədir, ürəyində istəyirsə əlaqə saxlasın. Əlaqə saxlayın. Bax gedin belə gözəl inkubatorlara sahib olun, gedin rahat işinizi görün. Yadınızda saxlayın. İnkubator elə bir şeydir ki, alassansa yaxşısını alassan. Bax bunu deyirəm buradan. Alassansa yaxşısını alassan. Yoxsa yumurtanı vurdun içinə. 3 gündən sonra inkubator xarab oldu, dayandı, problem verdisə, sən elə o pulu itirdin. Başa düşdünüz? Bax bu qədər. Allah hər kəsin malına bərəkət versin. Allah hər kəsin ruzusunu yetirsin. Biz də içində olmaqla. Maşallah. Və yenə göstərim əlaqə nömrələrimizi, əlaqə saxlayın. Azərbaycanın 1 nömrəli ustası və 1 nömrəli inkubatorları. Sağ olun.